Hazırda ölkəmizə diri heyvan Avropa İttifaqı ölkələrindən, Rusiya və Gürcüstandan ixal edilməkdədir. Məlumat üçün bildirək ki, Avropa İttifaqı ölkələrindən daşınma zamanı heyvanların gətirilməsi təchiz olunmuş süd nəqliyyat vasitələrində həyata keçirilir. Qonşu ölkələrdən gələn diri heyvanlarda isə uyğunlaşdırılmış nəqliyyat vasitələrindən istifadə edilir. Burada əsas məsələ tələb deyil, bunun arxasındakı məntiqi anlamaqdır. Hazırda Azərbaycan 4 heyvan xəstəliyi üzrə azad statusa malikdir və bu statusun qorunub saxlanması xüsusi strateji əhəmiyyət daşıyır. Bu təkcə daxili sabitlik məsələsi deyil. Bu, bizim xarici ticarət tərəfdaşlarımızın məhz bu statuslara əsaslanaraq bizə etimad göstərməsi məsələsidir. Ölkənin ixrac potensialı üçün, ölkəyə heyvan xəstəliklərin keçməsinin qarşısının alınması üçün. Daha sonra bir məqamı da vurğulamaq istərdim. Uyğunlaşdırılmış nəqliyyat vasitələri ilə bağlı, hansı ki, onların dəyişdirilməsi və müasir standartlara cavab verən nəqliyyat vasitələri ilə əvəzlənməsi zəruridir. Bu nəqliyyat vasitələri təkcə heyvan rifahı məsələsi, onlara baxış keçirilərkən, qan nümunələri götürülərkən, nəqliyyat vasitələrindən endirilməsi və geri qaytarılması zamanı fiziki narahatlıqlardan da əlavə, nəzarət prosesini də çətinləşdirir. Bu, nəqliyyat vasitələrində daşınan heyvanlar arasında xəstəliklərin bir heyvandan digərinə keçməsi məsələsi daha sürətlə yayıla bilir. Müasir nəqliyyat vasitələrində damazlıq məqsədi ilə gətirilən heyvanlarda bildiyim qədərilə 32 heyvan yalnız daşınmasına icazə verilir. Bu, xırda buynuzlu və iri buynuzlu heyvanlar üçün fərqli standartlar mövcuddur. Bu da dediyimiz kimi həm nəzarəti, heyvanlara baxışı, çünki ölkəyə sərhəddə heyvan keçirilərkən mütləq şəkildə onların sağlamlıq vəziyyəti yoxlanılmalıdır və yalnız sağlam olan heyvanlar ölkəyə buraxılmalıdır. Bu da bayaq sadaladığım məsələlər üçün çox vacibdir. Bir məqamı da vurğulamaq istəyirəm. Bu, tək bu sahədə yox, ümumiyyətlə bütün tənzimləmə və nəzarət mexanizmlərinin məqsədi ən başda insan sağlamlığının təmin edilməsi, ərzaq təminatının yaxşılaşdırılması və ixrac potensialının artırılmasına xidmət edir. Bu səbəbdən sahibkarları bu məsələyə iqtisadi xərc kimi, əlavə xərc kimi deyil də, əksinə gələcəkdə yarana biləcək iqtisadi yüklərin artması riskinin azaldılması kimi baxmağı rica edirik.